Mən Cəfərov Cəfər 1932-ci ildə Əşdərə rayonunun Hamamlı kəndində anadan olmuşam. 18 yaşına qədər orada yaşamışam. Deməli 37-ci ildə həmin kənddə ibtidai məktəbə getmişəm. 45-ci ildə 7-ci məktəbi bitirib İrəvan Pedaqoji Texnikumuna qəbul edilmişəm və İrəvan Pedaqoji Texnikumunu 1948-ci ildə bitirmişəm. İrəvan biz bitirdiyimiz ili həmin Pedaqoji Texnikum demək o zamanki Xanlar rayonuna deportasiya edilmişdir. Mən bir il Hamamlı kəndində müəllim işləmişəm. Bizim Hamamlı kəndi İrəvan, Qərbi Azərbaycan adlanan, indiki Ermənistanın ən mərkəzi regionlarından biridir. Demək olar ki, o bir tərəfdən Avaran rayonu ilə, o birisi tərəfdən Eşmiyazın rayonu ilə, cənubdan Zəngibasar, cənubu şərqdən İrəvan şəhərinin özü, şərqdən isə Dərəçay rayonu ilə demək olar ki, həmsərhəd olmuşdur. Bu hal-hazırda bu regionda demək olar ki, erməni Azərbaycanlı qalmayıb. Nə bir kəndin adında tamamilə dəyişdirilib. Amma vaxtilə bu region başdan başa hamısı türklərin, türk Azərbaycanlıların yaşadığı məskənlər olub. Onların dədə-baba yurtları olub. Bunu hətta sənədlər də sübut eləyə bilir. Məsələn, Türk-Osmanlı müfəssəl vergi dəftəri var. O müfəssəl vergi dəftərində demək olar ki, o regionda olan bütün kəndlər hamısı ad orada göstərilir. Həmin kəndlərdən nə qədər ailə olduğu da qeyd edilir. Hətta onların varı, dövləti, iri buynuzlu, xırda buynuzlu heyvanlarına qədər bunlar göstərir ki, onların hamısına vergi verirdilər. Deməli, bunlar orada bir dənə də demək olar ki, erməni adına, erməni kəndinin adına rast gəlmişdir. Və yaxud Naxçıvan yenə də Naxçıvan sancağının vergi dəftəri var. Orada da həmçinin bu qeyd etdiyim şəkildə qeyd edilib, orada da erməni sözünə, erməni kəndinə rast gəlmək olunur. Hətta dediyim ən əsas sənəd 1903-cü ildə Zaqafqaziya Vayenni hərbi, daha doğrusu Zaqafqaziya hərbi okrugunun hərbi topoqrafik xəritəsi çap olunmuşdur. O xəritədə ən balaca təpənin də adı, çayın, gölün adları da, kəndlərin adı, hamısı bir orientir kimi, hamısı o xəritəyə düşüb. O xəritədə də demək olar ki, həmin o Avaran, Əşdərə, Dərəçək kəndlər rayonlarında demək olar ki, erməni adına çox təsadüf, nadir hallardan hamısı başdan başa Azərbaycanlı adları olmuşdur. Deməli, ancaq 17-ci, 18-ci illərdə erməni Azərbaycanlı qırğını devrində həmin regionda demək olar ki, bir dənə də Azərbaycanlı nə kəndi qalmışdı, nə qırdıqlarını qırmışdılar. Qırmadıqları da qaçıb ayrı-ayrı regionlara, bir qismi Türkiyə, bir qismi İrana, bir qismi Gürcüstana, bir qismi Azərbaycana qaçıb dağılışmışlar. Deməli, o qədər ermənilər oradakı olan yaşayan Azərbaycanlara divan tutub, onların başına o qədər faciələr gətiriblər. Hətta mənim nənəm, deməli, anamın anası, atasının anası danışırdı, deyirdi, o qonşu kəndlərdə ermənilər Azərbaycanları gətirib doldururdular bir tövlələrə, iri evlərə, camışdı, öküzdü, onların üzərinə neft səpib, od verib,
bırakırdılar içeri. Bırakırdılar içeri, orada olan bütün adamları həmin öküz, kəl demək olar ki, ayaqları ilə əzib öldürürdü. O da mümkün olmayanda həmin nənəm danışırdı, deyirdi, biz qonşu kənddəydik. Hələ gəlib bizə çatmamışdılar, amma biz görürdük. Deməli, öküz yaxud camış məsələn olmayanda gəlib damın üstünü sökürdülər. Damın üstündən ot, əlafsat gətirib o içəridə də adamlar var. Doldururdular oraya, neft şəfib od verirdilər. Eləliklə oradakı adamları qırırdılar. Demək olar ki, 17-18-ci illərdə o regionda bir dənə də Azərbaycanlı qalmamışdır. Bizim kənddə həmin faciədən kənarda qalmayıb. Bizim kənd dağ təyir kəndi idi. Qış da bizdə həddindən artıq sərt gələrdi. Elə vaxt olardı 2 metr qar yağardı, metr yarım qar yağardı. Ona görə qışda bizim kəndə hücum eləmək, basqın eləmək mümkün deyildi. Bir nəfər bizim kənddən olan Azərbaycanlıların bir erməni, biz ona indi xonaxa deyirdik, erməni xonaxası olur. O erməni buna deyir ki, əlin, yazla qar əriyən açılan kimi bizim kəndin cəmaatı hücum edib sizi qıracaq. Başınızın çarəsini qılın. Həmin bizim kəndin kişiləri yığışır, elə məsləhət edirlər ki, bunlar o qarı taplasınlar, geçməyə yol salsınlar, imkan olsun ki, kənddən çıxıb qaça bilsinlər. Gecələr bunlar qarı tapdalaya 1 kilometr, ikinci gecə 2 kilometri tapdalayırlar, üçüncü gecə 3-cü qar. Qarın orada cığırdan kənara çıxanda elə bilən qarı minirdin at kimi. Orada qarda tərpənmək olmurdu. Ona görə gərək cığırla gedərdi. Və qar əriyənə yaxın bir gecə cəmaat özlərinin yüngül, qiymətli şeylərini ulağı olan ulağa, öküzü olan öküzə, inəyi olan inəyə yüklüyüb, deməli, kənddən bir gecə axşamdan çıxırlar. Hətta qoca, bir neçə qoca, lap həddindən artıq qoca kişi qadın olub, o kişi qadınları götürə bilməyiblər. Onlar kənddə qalıb. Onların taleyi məlum olmayıb ki, bunlar ermənilər onlara nə cür işgəncə verib, məcbur olub onları qoyub gedib. Gedib bizim deməli kənddən bir 7-8 kilometr aralıda bir Yağavert adlı erməni kəndi var. O erməni kəndindən 1-2 kilometr qərb tərəfdən deməli çöllərlə, dərənilərlə, çöllə, təpələrlə gedirlərmiş. Düzü danışırdılar, indi mən danışanları deyirəm. O erməni, həmin kənd bizim kəndin cəmaatın qabağına çıxmayıb. İndi pis yaxşı çıxmayıblar bunlar. Bunlar bu kəndi ötüb gediblər. Gediblər Əşlərə rayonu ilə İrəvan arasında asfalt yol var. Gediblər o asfalt yola çıxıblar. O asfalt yoldan bir neçə kilometr İrəvana tərəf gedəndə bir yol İrəvana ayrılır. Bir yol da Zəngibasara, Mehmandar kəndinə. Bunlar gedirlər, həmin asfalt yola çıxırlar. Kənd, əhali. Demək olar ki, 400-500 nəfər. İndi burada onların heyvanları dolub. Həmin qoyun sürülərində götürüblər. Bəzi imkanı olanlar, nə imkanı var, onları götürüblər. O asfalt yola çıxıb 1 kilometr gedəndən sonra görüblər İrəvan tərəfdən bir maşın, Elmadin adlı maşın gəlir. Üstündə 3 erməni olur. Gəlir bu köçün qabağına çatır, burada dayandırırlar maşını. Bunlara diqqətlə belə baxırlar, bunlar da keçib gedir. Amma sürüb eşmiyyəzinə gedirlər. Bizim cəmaat o saat deyiblər, başa düşüblər ki, bunlar gedib bizim üstümüzə silahlı adamlar göndərəcəklər. Tez ölün, sürün. Neyse bunlar qovla bir xeyli aralanırlar.
görürlər ki, Eşmiyazından 3 nəfər, 4 nəfər atlı gəlir, çiyinlərində də 5 açılan silahlarla. Gəlib keçirlər köçün qabağına, deyirlər ki, qayıdın, sizi qaytarırıq Eşmiyazına. Bunlar biraz tərəddüd eləyirlər, bunlar istəyirlər ki, bunları məcbur eləyərlər. Bu zaman Usub adlı bir kişi, deməli bir əlində o, deməli Osmanlı 5 adlanan o tüfəkdən birini saxlayıbmış. Elə özü də onun bir Məmməd Əli kişi, onun qardaşı danışırdı. Deyirdi ki, onun o patron götürən mağazinliyi qırıq idi. Patronları deyir, bir götürürdü o tüfək. Tez özünü verdi, deyir, bir daşın arxasına. Oradan qışqırdı ki, ermənilərə çıxın köçün qabağından. Bunlar çıxmayanda patronu varmış, bir dənəsini bunların başının üstündən atır. Deyir, bax, çıxmasanız ikinci dəfə vuracaq. Ermənilər məcbur olur, onlar köçün qabağından çıxır. Bu köç gəlir Mehmanlar, Zəngibasarın Mehmanlar kəndini. Bir müddət orada qalırlar, bir müddətdən də bir neçə gündə. Bu zaman Çar hakimiyyəti yıxılmışdı o devirdə. Ermənilərdə çoxlu hərbi sursat, nizami ordu, çünki ermənilərdən Çar Nikolay ordu əsgəriyə aparırdı. Yıxılandan sonra nizami erməni ordusu qalır. Çoxlu da bunlara silah sursat qalır. Bu dəfə hətta top, pulemyot, bu dəfə bunlar Mehmanlar kəndinə hücum eləyib ermənilər. Hücum eləyəndə Mehmanlar cəmaatı da bizim cəmaatla barabar hamısı özünü Araza tərəf verir. Bunu mənim atam bu cür hamısı özü gözü ilə gördüyünü bu cür mənə danışıbdır. Deyir, hamımız Mehmanların cəmaatı, bizim cəmaat, hamı deyir, Araz qırağına yığışdı. Arazda da deyir, Araz da yaz ayları idi. Çox həddindən artıq gör gəlirdi. Hətta o vaxt qanlı Araz deyirdilər. Üstündə də bir balaca taxta körpü olur. Deməli, biz arxadan erməni bunları gülləyə basır. Bunlar da cəmaat da özünü verir həmin körpüyə. Körpüdən hələ bilinmir ki, o an başa gedib çıxan var, yox. Yarısı bir yandan aşıb Araza tökülürdü, yarısı adamların bir yandan tökülüb Araza tökülürdü. Mənim atamın onda 13-14 yaşı olur, əmim oğlu da 1 yaş ondan xırda. Bunlar ikisi iri qoça minirlər, bərk-bərk o qoçdan tutub Arazı keçirlər. Daha o da getmir. Hətta bir nənəm danışırdı, deyirdi bir kəl arabası vardı. Camış qoşulmuşdu və cəmaat belə danışırdı ki, camış suda yaxşı üzür. Arabanı ola bilsin ki, aparıb o birisi sahilə çıxaracaq. Demək olar ki, oradan gətirdikləri az-çox qiymətli şeylərini də bu arabaya yığır, bağlayırlar ki, bu araba keçəcək ona. Araba yolun, çayın, Arazın ortasına çatanda sel deyir, arabanı belə çövürdü, arabanı çövürür. Arabanı çövürəndə kəlləri də çövürdü. Çövürəndə araba da, kəllər də Araz götürdü ki, bütün deyir, bizim az-çox olan qiymətli mallarımız da onun içində getdi. Nəysə, Arazda basan batıb, batmayan çıxıblar Türkiyə tərəfə. Oradan Ağrı Dağı adlanan Türkiyənin daxilində olan Ağrı Dağının arxasından elə köç keçib edib Mərəndə, oradan Səlmasdı, Xoydu, oraları gəldi, hansı kəndə gedirlər, orada duruş gətirə bilirlər. Nəysə bunlar gəzə-gəzə gəlib çıxırlar, Naxçıvanda Şahtaxtı adlanan o yer var, kənd. O Şahtaxtının qabağında İranın sərhədində Ərəblər kəndi var. Gəlirlər Ərəblər kəndinə. Orada bir neçə il Ərəblər kəndində qalırlar. Mənim babam Məmməd Cəfər ilə onun adında o orada xəstələnib vəfat edib. Nənəm də orada vəfat edib. İkisinin də qəbri həmin o Ərəblər kəndindədir. Əmim Tahir olub.
Tahir Xoyda vəfat eləyib. Bibim olub. Bibim də yenə həmin o İranda vəfat eləyib. Hərəsinin qəbri bir qəbristanlıqda olub. Dəfn. Hərəsini bir qəbristanlıqda dəfn eləyiblər. Deməli, Ərəblər kəndində bir müddət qalandan sonra, deməli, Sovet hakimiyyəti qurulanda, Ermənistanda da Sovet hakimiyyəti qurulanda, demək olar ki, o qaçqınlıqdan bizim kənddə qalan adamlar təzədən öz yerlərinə hamamlıya qayıtmalı olurlar. Deməli, Hamamlıdan 500-600 nəfər qaçqın olub, ondan cəmi 43 nəfər öz kəndimizə qayıdıb. 43 nəfərin də bir 10-12-si qadın olub, bir 20-21-i də kişi olub. Və bunlar 1900, mən biləsi 22-ci ildə həmin Hamamlı kəndinə qayıdıblar. Öz kəndimizdə bir dənə də olsun, demək olar ki, ev salamat olmuyor. Hamısı xaraba bazara çəkir. Təzədən yaxında meşə olmuş. O meşədən ağaçlar kəsib gətirib, qazma düzəldən qazma düzəldib, biraz hörüb düzəldən ev düzəldib, bir balaca yəni özləri üçün şərait yaradıb, orada yavaş-yavaş deməli mal heyvan əldə eləyiblər. Biraz güzəranlarını bir balaca abadlaşdırıblar. Sonra 30 neçənci ildə, 4-cü ildə orada kolxoz quruluşu olub. Kolxoz qurulub, cəmi bir 20-25 ailə olub, o 20-25 ailə kolxoz qurub. O zaman da mənim atamı da bir illiyə gedib İrəvanda partiya məktəbində oxuyub, qayıdıb gəlib öz kəndimizə, o kənddə kolxoz sədr olub. Deməli, 39-40-cı illər mənim yadıma gəlir, bir babat kənd özünü düzəltmişdi. Cəmaət bir balaca özünə şərait yaratmışdı ki, 1941-ci ildə Vətən müharibəsi düşdü. Vətən müharibəsi düşəndə, demək olar ki, bizim kişilərin, amma bizdə həmişə belə deyirlər, başı papaqlı qalmıyor. Hamısını əskər yaparıblar. Hətta yaşlı adamları, onların yaşlarını aşağı salıb, onları da mənim ana babam, demək olar 50 neçə yaşında, onu da deməli yaşını aşağı salıb, onu da müharibə yapardılar. Deməli, evdən gedəndən elə getdi, elə bilinən bir daş, bir quyu hattında səs soraq gəlmədi. Necə oldu, harada batdı, harada qaldı, bizim xəbərimiz olmadı. Deməli, 45-ci ildə müharibə qurtardı. Qurtarandan sonra yenə də cəmaət bir balaca, yavaş-yavaş özünə gəlirdi, özünə şərait düzəldirdi. Deyək ki, mal heyvan əldə eləyirdi. Hətta bizim özümüz asan bir 40 dənə arı yeşiyi deməli düzəltmişdi. Alıb başqa erməni kəndlərindən gətirib düzəltmişdi. Mən də o həmin devirdən, həmin kənddə telefon qutarıb gəlib müəllim işləyirdim. İbtidai məktəbdə dərs deyirdim. Bir işlədikdən sonra əmi oğlanla dedik, gedək Bakıya, aparaq işimizi, verək instituta. İkimiz də getdik Bakıya. Bakıda apardıq, sənədlərimizi verək, bizim sənədlərimizi qəbul eləmədi. Qəbul eləmədilər, dedilər ki, sizə telefon qutarmısınız, ona görə sizə icazə kağızı lazımdır. Gedib icazə kağızı gətirib, sonra gəlib qəbul kağızlarınızı qəbul edər. Biz də Bakıda heç yanı tanımırdıq. Demək olar, bizim əmimiz oğlu, Lətif adlı, Səlyansk qazarmada staşına işləyirdi. Eşitmişdik onu, kağızat göndərmişdik. Getdik Səlyansk qazarmada bunu tapdıq. Lətif adlı əmimiz oğlu. Deməli, o dedi ki, bəs bizə bir gecə qalmağa bir yerimiz, yer tap, biz gecə qalaq, indi səhər gedək, sonra kağız gətirib gələrik. Bu Lətif də bizə dedi ki, mən burada qohumlarımı tapmışam. Gedək
o qohumlar ilə aparım sizi, orada xahiş edər bir gecə qalarsınız, səhər gedərsiniz. Bizi gətirdi, deməli, Dağüstü Parka gedən o Lermontov küçəsi deyirdi, o vaxt Lermontovdur. 7-ci Pereolukda, deməli, o 7-ci döngədə, 2-ci mərtəbədə bir ev apardı. O da bir yaşlı kadın idi, adı da Gülsüm idi. Gülsüm, deməli, bizim xalqımızın ən görkəmli ziyalılarından, ictimai-siyasi xadimlərindən biri olan, uzun müddət, deməli, 5 ilə yaxın Dağıstanda Mərkəzi Komitənin katibi olan Əziz Əliyevin bibisi idi. İndi yeri gəlmişkən onu da deyim ki, Əziz Əliyev, onun nəsli bizim kənddəndir. Əziz Əliyevin bibisinin, deməli, İrəvan xanlarından biri ailə qurub, sonra onlara İrəvanda mülk verməyib. O mülk həmin bizim kənddən Əziz Əliyevin ailələrini, əmsini, öz ailələrini köçürüb aparıb İrəvanda onlara bir mülk bağışlamışdı. Və onlar İrəvanda yaşayırdılar, yaşamışdılar. Sonra orada İrəvanda da vəziyyət ağır olanda bunlar Naxçıvanın Şahtaxtına köçüb gəliblər. Şahtaxtında Əziz Əliyev orada həkimdi, o da Ferşil deyirdi. O da həkim Ferşil işləyirmiş. Sonra ermənilər Şahtaxtına hücum eləyəndə təzədən Əziz Əliyevin ailəsi də gəliblər Ərəblər kəndinə. Deməli, burada yenə də bizim kəndin cəmaatı ilə bir olub. Əziz Əliyevin, Profesör Əziz Əliyevin anası da o kənddə vəfat edib, o kənddə dəfn ediblər. Deməli, mənim ata-babam, ata-nənəm, Əziz Əliyev anası eyni bir qəbirstanlıqda onlar orada dəfn olunublar. Deməli, biz 49-cu ildə gəldik, həmin o Gülsüm nənəgilə, Gülsüm nənə bizi çox yaxşı qarşıladı. Dedi, nə olar, qoy qalsınlar, laf bir gecə yox, neçə gecə lazımdır, qoy qalsınlar. Həmin gecə, deməli, həmin Gülsüm nənə öz qızı və 2 də nəvəsi ilə qalırdı. Qızının da yoldaşı müharibəyə gedib, gəlməmişdi. 2 dənə oğlan nəvəsi qalırdı. O oğlanlardan biri bizim görkəmli xalçaçı rəssamımız, xalq rəssamı Kamil Əliyev idi. Biri də onun qardaşı idi. Həmin günü, axşam, gecə, həmin Kamil Əliyev qardaşı bizim kimi əmioğlunu götürüb, bizi filarmoniya Aşıqlar konsertinə apardılar. O zaman, deməli, Azərbaycanın ən məşhur aşıqlarının konserti keçirilir. Bax, mən orada Aşıq Əsədin, Aşıq Hüseynin, Aşıq Avaqd, o da Aşıq. Bax, bunların mən filarmoniyada onları dinləmişəm. Elə axşam da onlarla beraber çıxdıq, getdik. Gecə qaldıq, səhər, deməli, gedib, elə niyyətlə, bu arzu ilə getdi ki, biz yəni, icazə kağızı alıb, qaydaq gələk, sənədlərimizi verək burada. Getdik kəndə dedilər ki, biz kəndimiz köçür. Nətər köçür, dedi, axı biz dünlər, İsrail, 3-4 gün bundan qabaq getmiş, heç nə yoxdur. Dedilər ki, bəs bir nəfər Bakıdan, bir nəfər də Ermənistandan nümayəndə gəlib, ikisi də Azərbaycanlı. Sabah yığıncaq keçirəcəklər. Deməli,
Səhər o yığıncaqdan mən özüm də şəxsən iştirak elədim. Həmin o nümayəndələr, birinin də familiyası mənim yadımda Mamedov qalıb. O birisi yadımda deyil. Onlar başladılar ki, Mərkəzi Komitənin, SSR Mərkəzi Komitəsinin bir sərəncamı var. O sərəncamda göstərilir ki, xaricdən Ermənistana çoxlu erməni gəlib, Ermənistanda iş yeri yoxdur, bunları yerləşdirmək mümkün deyil. Ona görə də belə bir qərara gəliblər ki, Qərbi Azərbaycandan, yəni Ermənistandan 150 min, 200 minə qədər əhalini Azərbaycanın Araz-Kür ovalığı olan o rayonlara, ya Kürdəmirə, Səlyana, Puşkinə, ondan sonra Ağcaqabla və s. köçürsünlər. Çünki orada iş yeri çoxdur, amma iş qüvvəsi çatışmır. Və belə də dedilər, sonra dedi ki, bunların hamısı hökumət hesabına olacaq, sizin yol pulunuz olacaq, sizə toyuq cücə pulu verəcəyik, inək pulu verəcəyik, ev pulu verəcəyik, sizə şərait yaradacaq. Kəndin kasıb təbəqəsi demək olar ki, buna razılıq verdi. Amma bir balaca imkanlı təbəqəsi isə buna etiraz elədi ki, biz köçmürük. Dedi cəmaət, bu könüllüdür köçmək. İstəyirsiniz köçürün, istəyirsiniz köçməyin. Amma bir Azərbaycanlı kimi sizi mütləq köçürəcəklər. İndi özünüz fikirləşin. Köçürsünüz köçün, köçmürsünüz köçməyin. Bu zaman hətta o etiraz edənlərdən bir də atam idi. Demək, məcbur qaldı, dedi, biz də dedik köçürük. Razılıq olandan sonra dedi, bəs 3-4 günə sizə köç biletləri gətirəcəyik, sonra maşınlar göndərəcəyik, sizin demək, öz dövlət hesabına maşınlarla bizi İrəvan dəmir yol stansiyasına aparacaqlar. Həqiqətən də 3-4 gündən sonra demək, köç biletlərini gətirdilər. Amma o cəmaatın erməni kəndlərinə zadına tapşırmışdılar ki, ermənilər. Bu Azərbaycanlılardan heç nə almayın. Onlar hamısı onsuz da töküb gedəcəklər. Həqiqətən də ermənilər gəlib, nə evdad, heç bir şey almaq istəmədilər. Sonra cəmaat öz evlərini söktülər. Onların ağaçtasını, taxtasını yanacaq üçün aparıb ermənilərə satdılar, ucuz suyun qiymətini. Bizim atam bizim də özümüzün 40 arı yeşiyimiz vardı. O 40 arı yeşiyini çoxunu atam qonşu ermənilərin 100 manata, 1000 manata, 500 manata baha qiyməti almışdı. Onların hər birisini 20-25 manata satdı. Deməli, bir neçə gündən sonra kəndə maşınlar göndərdilər, Sudabəkir maşınlar, iri maşınlar. Hər bir ailəni o maşının birinə yığdılar, Yerevan dəmir yol stansiyasına gətirdilər. Tökdülər stansiya. Eyni zamanda bizim rayondan 2 kənd Parpı, bir də Cadqıran kəndini də yenə onları da Azərbaycana köçürürdülər. Onlar Azərbaycanın Tərtər rayonuna köçürürdülər. Və bunlar bir vaqona bizi yükləməli oldular, bir qatara yükləməli oldular. Amma bir neçə gün biz vağzalda qaldıq, qatar verilmədi. Çünki bu nəzərdə tutulmayan bir iş idi. Yolda qatarların bilirsiniz cədvəli var, ona görə qatarları hazır verələr. 2 gündən sonra qatar verdilər. Qatar, vaqonlar gəldi. Vaqonlar iri, inandırıram səni, bəlkə də bu boyda iri vaqonlar idi. O, deməli, mal, heyvan aparmaq üçün hazırlanan vaqonlar idi. O vaqonların hər birisinə 2 ailə yükləndi. Yarı tərəfinə bir ailə, o birisi yarısına isə başqa bir ailə yığdılar, yüklədilər və bir gündən sonra qatar yola düşdü. Qatar da cədvəlsiz idi. Ona görə də nə vaxt gözləyirdi, yol boşalanda hərəkət eləyirdi. Demək olar ki, bir həftəyə biz gəlib
Əli-Bayramda Osmanlı stansiyasına çatdıq. Orada deməli vaqon qatar ayrıldı. O Tərtərə gedən ailələr ayrı vaqonlarda, biz Səlyana gedənlər isə ayrı vaqonlara ayırdılar, ayrı qatarla yola saldılar. Biz gəldik Səlyan stansiyasına çatdıq. Səlyanda maşınlar gözlürdü bizi. Bizim kəndin orada cəmaatın hamısını yığdılar ayrı-ayrı maşınlara, Marışlı kəndinə apardılar. Marışlı kəndində də yenə də köç üçün heç bir hazırlıq görülməmişdi. Yer, yurt hazırlamamışdılar. Oradakı olan o ailələrin, 3 otağı olan ailələrin bir otağını bir ailəyə, indi eləsi vardı 2 otağını bir ailəyə ayırıb və beləliklə kəndin əhalisinin üzərinə payladılar. Bizim ailə də bir Nəzir adlı kişi vardı, o evdən köçüb getmişdi. Stansiyada yaşayırdı. Ev boş idi, 3 otaq idi. Birində onun bacısının bir qızı, oğlu, birinin 16-17, birinin 18 yaşı otaqda qalırdı. Heç nələri də yox idi, ev də bomboş idi. Deməli, o 2 otağa da bizim evimizi oraya yığdılar. Onu bir deyim ki, həmin o Səlyan, həmin o kənd, o devirdə həddindən artıq kasıb kənd idi. Demək olar ki, kişilərin əksəriyyəti gedib müharibədə qalmışdı. Cəmaat da ağır şəraitdə. Çünki o pambıq əkirdilər. Deməli, o pambığı yemək olmurdu, bir şey olmurdu. Hökumət də onlara imkanı yox idi ki, ərzaq versin, yesin işdən. Ona görə nə qədər adam orada acından ölmüşdü. Mən sonra deyək ki, köçüb köçdü gediyor, onu deyəcəm. 2 illik müəllimlərin üstünü gedib Qazaxda oxuyub qutarıb, gəldim, məni Səlyana müəllim göndərdilər. Səlyanda həmin Marışlı kəndidən müəllim işləyirdim. 2 nəfər qardaş o məktəbdə müəllim işləyirdi. Birinin adı İman idi, birinin adı Həsən idi. O Həsən danışırdı, deyirdi, bir dəfə Bakıdan müfəttiş gəlmişdi bizim məktəbə. Onda deyir, mən müəllim gözündən biraz onun maifliği var idi, əskəri aparmamışdılar. Dedi, Bakıdan müfəttiş gəlmişdi. Müfəttiş gəldi, sinifləri girdi, gördü bir sinifdə 5 nəfər, 6 nəfər, amma jurnalda 18 nəfər, 20 nəfər adamın adı var, uşağın adı var. Soruşdu ki, bəs niyə belədir? Və bu uşaqların qalanı hanı? Deyir, mən dedim ki, jurnalı götürdüm, dedim, gəlin, edək, mən onların yerini sizə göstərim oradan. Qəbristanlıq deyir, bizim məktəbə yaxın idi. Çıxdım qəbristanlığa, orada jurnalı bir-bir oxuyurdum. Əliyev Hüseyin qəbri budur. Filankəs və filankəs qəbri budur. Beləliklə 10-12 uşağın qəbrini mən ona göstərdim. Sonra dedi, bir nəfər çox uşaqlı ailə var idi. O uşaqları məktəbə gəlmirdi. Deməli, dedik ki, gedək görək, bunun uşaqları niyə məktəbə gəlmir? Getdik bunların ailəsinə, qapı gördük bağlıdır. Nəysə, bir təhərlə o qapını açdıq, içəri girdik, gördük, hamısı belə yatır. Palazı belə çəkdik, uşaqlar da, ana da hamısı ölüb. Acından ölüb orada. Bax, Səlyanda o vəziyyət olub. İndi bizim cəmaat gəldi, töküldü həmin o Marışlı kəndinə. Marışlı kəndində Kürün qıran, o da sular, kür suyunu içirdilər, kür suyundan istifadə edirdilər. Eyni zamanda havası, bizim cəmaatın xoşuna dağ havası gəlib, birdən-birə bu cür aran havasına. Ağcaqanadın biz adını eşitmişdik, amma üzünü görməmişdik. Görürdük ki, qara milçək boyda ağcaqanadlar. Ümumiyyətlə, cəmaat çox deməli, təşvişə düşdülər. İnanın ki, orada, burada necə qalıb yaşamaq yox, buradan necə qaçmaq üstündə fikir haqqında düşünməli oldular. Beləliklə, cəmaatın əksəriyyəti qaçmaq həvəsinə düşdü, qaçmaq fikrinə düşdü. Kür çayına da nəzarətçi qoymuşlar, milisiyalar burada deməli Kür çayında dayanırdı, oradan köç buraxmırdılar. Cəmaat məcbur olurdu ki,
çamadanla, yaxud bir bağlamada özbeşlərini zaten bir aparıb Ələt Pristin orada stansiyadır. O stansiyadan minib əksəriyyət kənd, bir 10-12 kənd Qasım İsmailovun Dəlməmətli kəndinə qaçdılar, getdilər. Bizim ailədə köçdü, getdi oraya. Sonra atam gedib o Dəlməmətlinin yaxınlığında bir küçə, Bəşirabad kəndi vardı. O kənddə bir ev aldı, 10 kilometr Dəlməmətdən aralıydı. Orada gedib gəlmək çox çətin oldu. Nəysə o evi orada qoyub gəldik təzədən bir də Dəlməmətli. Mən də düzü oradan yarımçıq, elə dərsə yarımçıq qoyub müəllimlik ki, mən də gəldim oraya. Orada mən də zavodda tabirçilikdir, yəni onda bir tabirçidir. Tabirçi vəzifəsinə təyin olundum. 1-2 ay orada deməli o tabirçi vəzifəsində işlədim. Bir gün məndən oxuyan qohumlardan biri bir kağız gətirdi, ərzə qəzet ki, bəs Qazax İkili Müəllimlər İnstitutunun elanı çıxıb, gedək oraya oxuyaq. Nəysə, dedim gedək. Hərəmiz biraz pulunu falan götürdük, getdik Qazağa. Qazaxda bir gecə qaldıq, institutun yerini öyrəndik, vəziyyətini öyrəndik, qayıtdıq, gəldik. Sonra imtahan devrində imtahana yaxın apardıq, getdik, sənədlərimizi verdik. Bir gün içində qəbul imtahanını verdik. Bizi İkili müəllimlərin üstünə qəbul elədilər. Əlimizə kağız verdilər ki, siz qəbul kağıdı. Biz qayıtdıq, gəldik Dəlməmətli. O devirdə deməli Mircəfər Bağırov təzədən sərəncam verdi ki, kim haradan köçübsə, oraya qayıtmalıdır. Təzədən bizi məcburən həmin Səlyan rayonunun Martlı kəndinə qaytardılar. Mənim atam da oraya köçüb gedəndə, deməli partiyanın üzvü idi, vaxtında kolxoz təzə işləmişdi. Bunu da raykom katibi bilirdi. Bu raykom katibi zorla bunu ferma müdürü, həmin Martlı kəndinin kolxozuna ferma müdürü verdi. Atam nə qədər etiraz elədisə, dedi ya partiyadan çıxmalısa, ya da olmalısa. Noyabr ayında. Kənddə də demək olar ki, kolxozun heç bir nə ot hazırlığı, nə heç bir hazırlıqlar da yox idi. O ili Səlyanda qış həddindən artıq sərt gəldi, dizdən qar yağdı. Və beləliklə kolxozun 3000 qoyunu Muğamda elənçi hamısı acından qırıldı. Qaramalı o cür yenə də qırıldı. Və bunun üstündə həm oranın kolxoz sədrini, 2 də ferma müdürlərini zəhlankarlıq üstündə məsuliyyətə cəlb eləyib hərəsinə 3 il iş verdi. Atamı 3 il iş verdilər və həbs elədilər. Sonra Stalin rəhmət də demək olmaz ona, Stalin vəfat eləyəndən sonra amnistiya düşdü. Həmin o deməli türmədə Qubadan Məmməd adlı biri ilə atam qardaş ağı olmuşdu. Dost olmuşdular. O ona deyib ki, mənim Qubada ən gözəl bir yerdə 2 mərtəbəli evim var. O evin birini verirəm sənə, səni meşədə işə düzəldərəm, qeydiyyat alaram, köçüb gələrsən, qardaş kimi yaşayarım. Havağa kimi ev düzəltdik, o vaxta kimi mənim evimdə qalarsan. Atam bütün sənədlərini alıb, getmişdi Qubaya. Mən də müəllim işləyirdim Səlyanda. 2 illiyi qutarıb gəlib müəllim işləyirdim. Deməli, tətil vaxtında mən də getdim Qubaya. Getdim, gördüm bunlar meşədə, kiçik qardaşım da gəldi, götürdü, getdi oraya. Meşədə işə girdilər, meşədə işləyirdilər. Mən də getdim oraya. Deməli, bir həftədən mən qaldım Qubada. Qubada onlar işləyirdim, mən də boş idim, gəzirdim Qubada. Deməli, Qubanın başından düşürdüm ayağına qədər, ayağından baş. Bir dənə tanış yox idi ki, bir salam verəm, danışam, söhbət edəm. Gəldim, dedim, ata, belə olmur. Atalar sözü deyir, ellə bürün, palaza bürün, ellə sürün. Gəl qaydaq gedək cəmaatı ilə. Nəysə, atam oradan
Bu arada da mənim dayım deməli o da köçüb gəlib, deməli gedib o vaxtki indiki Gülüstan rayonu idi, Gülüstan ərazisidir. O zaman Şamiyan rayonu idi. Orada Xarxaput kəndi var. Mənim dayım gedib orada deyir, mən arıçıyam. Kolxozun arılarına baxıb. İndi atam da arının yaxşı bilirdi. Gəlib buna deyir ki, gəl gedək orada arıçılıq eləyir. Atam da təzədən bütün ailəsini götürüb, köçüb gediblər həmin Xarxaput kəndinə. Orada da onlara yaxşı yer verməyiblər. Orada fermada bir daxma veriblər ki, burada. Atam gel orada qalmayıb, sonra bizim rayondan köçüb gələn, Tərtərə köçüb gələnlərdən Mahmud dayı adlı bir nəfərin yaxşı evdə düzəltmişdi özünə. O atama deyir ki, gəl bu evi bir gözünü verir sizə. Bizim yanacağımız da var, hər şey var. Yaza kimi qalın, yazla. Yox, yaza kimi hava ev düzəldərsən, o vaxta kimi qal. Sonra yenə ev düzəldəndə köçərsən. Atam həqiqətən o ili var, nə ki varımız, dövlətimiz, palazımız var, hamısı satıb Tərtərdə bir ev aldıq. 2 çayın arasında gözəl bir ev idi. Yenə də orada qalan verdik, təzdən köklük getdik Küçərli kəndinə. Küçərli kəndində mən də həmin ili gətirdim, işlərimi verdim Bakı Dövlət Universitetinə 1-ci kursa. Təzədən orada 1-ci kursa mən qəbul olundum universitetə. Deməli, mən orada universitetdə oxudum. Atam girdi artıq gəldi Tərtərin Küçərli kəndində. Bizim cəmaatın yarısı da oradaydı. Orada yerləşdilər. İndi də qohum əqrəbələrimiz o Küçərli kəndində yaşayır. Deməli, bizim kənd cəmi 50 nəfər, 50-60 ailə idi. 50-60 ailə inan, onlardan 5-6 ailə Səlyanın Marşlı kəndində yaşayır. 5-6 ailə Qasım İsmailovun Dəli-Məmmədli kəndində yaşayır. Bir 5-10 ailə Tərtərin Köçərli kəndində. 5-10 ailə Şəkinin Qayabaşı kəndində yaşayır. Deməli, bir deyək ki, şənli yaxud bir toy, xeyir, şərik olanda cəmaat məcbur olur ki, bu qədər yolu geçsin, gəlsin. Deməli, bizim qohum əqrəbələrimizin, yəni vəfat eləyənlərin hərəsinin qəbri bir rayondadır. Hətta bir ölkədədir, hətta bir əmmin qəbri Xoydadır, bibimin qəbri Səlmasdadır. Babamın qəbri, nənəmin qəbri Ərəblər kəndindədir. Ana babamın qəbri Hamamlı kəndindədir. Deməli, bir nənəmin, ana nənəmin qəbri, indi inanın ki, ermənilər bizim başımıza elə oyun açdı. Bizim kəndə, bizim deməli, ailə, kəndin timsalında, bizim ailənin timsalında ermənilər bizim xalqın başına elə oyun açıblar ki, biz inanın ki, öz ölülərimizi də gedib onları ziyarət eləyə bilmirik. İndi mən hardan biri deyirəm Xoyda, biri Mərəddə, biri Ərəblər kəndində, biri Hamamlıda, biri Küçərlidə, biri belə bir, necə deyərlər, pət-pətfən toxum kimi bizim kəndin cəmaatı o cür dağılışdı, getdi belə bir. Özüm indi gəldim, universiteti qutarandan sonra 2 il Tərtər rayonunun Qaradağlı kəndində müəllim işlədim. Sonra gəldim Pedaqoji Universitetinin 60-cı ildə aspiranturasına girdim. Elə aspiranturanı qutarıb orada namizədli dissertasiyası müdafiə elədim. Həmin institutda qaldım. Sonra deməli 74-cü ildə doktoranturaya çıxdım. Orada 2 il doktoranturada oldum. Sonra qayıdıb gələndən sonra doktorluq dissertasiyası müdafiə elədim. Profesor adı aldım. Sonra əməkdar müəllim, sonra da mən çox dövlət başçımıza İlham Əliyev cənablarına, onun vitse-prezidentimiz Mehriban xanıma çox minnətdaram ki, onlar mənim bu qədər zəhmətimi yüksək qiymət verib, məni prezident fərdi təqaüdünə layiq görülüblər. İndi də həmin Pedaqoji Universitetdə çalışıram, hələlik ayaq üstəyəm, necə deyərlər,
bəs deyə bilirəm.